Azərbaycan veya resmi adıyla Azərbaycan Respublikası Şərqi Avropada və Qərbi Asiyanın sərhədində yerləşən transkontinental ölkə. Azərbaycan Xəzər dənizinin hövzəsinin qərbində, Cənubi Qafqazda yerləşir. Şimaldan Rusiya, Dağıstan, şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənub-qərbdən Türkiyə və cənubdan İran ilə həmsərhəddir. Azərbaycan eksklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistana şimal-şərqdə, İranla qərbdə və ilə şimal-qərbdə həmsərhəddir. Azərbaycan ərazisinin bir hissəsi Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 inzibati rayon 1988-ci, 1994-cü illərdə Ermənistan tərəfindən işğal olunmuş və burada heç bir ölkə tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ Respublikası yaradılmışdır. Uzun sürən sülh danışıqları nəticəsiz qalmış. 2020-ci ilin 27 sentyabrında Azərbaycan Respublikası silahlı qüvvələri tərəfindən hücum əməliyyatı ilə torpaqların bir hissəsi azad edilmişdir və 10 noyabr Bakı vaxtı ilə 1:00-da imzalanan üçtərəfli bəyanat ilə başa çatdırılmışdır. 19 sentyabr 2023-cü ildə Qarabağ tam olaraq Azərbaycanın nəzarətinə keçirilmişdir. Dövlət sərhədlərinin cənubunda İranla 765 km, Türkiyə ilə 15 km, şimaldan Rusiya ilə 391 km, şimal-qərbdən Gürcüstan ilə 475 km, qərbdən Ermənistan ilə 1007 km-dir. Onun 825 km-i su sərhəddidir. Sahil xəttinin uzunluğu 713 km-dir. Azərbaycanın Xəzər dənizi sektorunun həmçinin Qazaxıstan, İran, Türkmənistan və Rusiya ilə sərhədə malikdir. Yer kürəsində məlum olan 2000-dən çox palçıq vulkanlarından 344-ü Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər hövzəsində yerləşir. Ölkədə 9 milli park, 11 dövlət təbii qoruğu, 24 təbiət yasaqlığı fəaliyyət göstərir. Azərbaycanın ən böyük 5 adası Kürdili, Pirallahı, Çilov, Xərə, Zirə və Böyük Zirə adlanır. Azərbaycan əhalisi 10,1 milyon nəfərdən ibarətdir. Bu göstəriciyə görə dünyanın 92-ci yerində yerləşir əhaliyə görə. Paytaxtı Bakı şəhəridir. Azərbaycan paytaxtı Bakıdan kənarda ölkə 66 inzibati vahidə, o cümlədən 59 rayon və 6 şəhər ibarətdir. Naxçıvan Muxtar Respublikasına 7 rayon və paytaxt Naxçıvan şəhərindən ibarət olan bölünür. Qalmış arxeoloji qazıntı işləri Azərbaycanın üst paleolit dövründə məskunlaşdığını göstərir. Azərbaycan xalqı təqribən 5000 illik dövlətçilik tarixinə malikdir. Azərbaycan əhalisi ilk dövlət qurumları və ya etnik siyasi birliklərə hələ eramızdan əvvəl 4-cü minilliklərin sonu, 3-cü minilliyin əvvəllərində başlayaraq Urmiya hövzəsi yaranmışdır. Eramızdan əvvəl 1-ci minillikdə bizim İranın 1-ci minilliyin əvvəllərində indiki Azərbaycan torpaqlarında Manna, Şiki, Azərbaycan Sasanilər İmperiyası, 7-ci əsrdə isə Ərəb xilafəti işğal etdi. 7-ci əsrdə İslam dininin qəbul olunması ilə Azərbaycanın tarixi müqəddəratına əsaslı dönüş yarandı. 9-cu əsrin ortalarında Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı. 19-cu əsrdə Gülüstan 1813 və Türkmənçay 1828 müqavilələrinin əsasında Azərbaycan iki imperiya arasında bölüşdürüldü. Şimali Azərbaycan Rusiya, Cənubi Azərbaycan isə Qacarlara qaldı. 1918-ci ilin mayın 28-də Şimali Azərbaycanda
Şərqdə ilk demokratik respublika yaradıldı. Azərbaycan Xalq Cumhuriyyəti yaradıldı. 1922-ci ilin 30-da Sovet Sosialist Respublikalar İttifaqı, yəni SSR-nin yaranması və Zaqafqazya Sosialist Federativ Sovet Respublikasının bu qurumuna daxil olması ilə Şimali Azərbaycanın müstəqilliyinə son qoyuldu. 1992-ci ildə ölkənin yeni konstitusiyası Azərbaycanın parlamenti tərəfindən idarə olunan prezidenti respublikadır. Azərbaycan BMT, Avropa Şurası, Avropadan Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, CUAM, Şərq Tərəfdaşlığı, Türk Şurası, İslam Əməkdaşlığı Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı, Avropa Yenidən Qurma və İnkişaf Bankı, Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, MAGATE, Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı və NATO-nun sülh naminə tərəfdaşlığı CNT proqramının üzvüdür. 2017-ci ildə ABŞ Global Firepower Araşdırma Mərkəzinə görə Azərbaycan Silahlı Qüvvələri dünyada 59, Cənubi Qafqazda ən güclü və hazırlıqlı ordudur. 2010-cu il üzrə dünyanın 194 ölkəsi arasından Azərbaycan ixracat reytingi 64-cü sırada dayanır. Azərbaycan 7 milyard barel həcminin kəşf edilmiş neft ehtiyatları göstəriciləri görə dünyada 19-cu, neft hasilatı həcminə görə dünyanın 23-cü ölkəsidir. Azərbaycan 2,55 trilyon metr kub həcmində kəşf edilmiş qaz ehtiyatlarına görə dünyada 28-ci ölkədir.